Qardaş soruşur ki, ayaqları qibləyə tərəf uzatmaq olarmı və bunun hökmü nədir? Bir kəsin ayaqlarını qibləyə tərəf uzatmasında heç bir işgəl, heç bir maniyə yoxdur, qardaşlar. Və bu məsələdə də heç bir problem yoxdur. Lakin bəzi alimlər Kəbənin yanında olarkən, yaxınlıqda olduğun zaman Kəbəyə tərəf ayağın uzadılmasını məhkruh görmüşlər. Bu işin bəyənilməyən və yaxşı bir iş olmadığını qeyd ediblər. Lakin əgər hər hansısa bir müsəlman başqa bir uzaq bir məsciddədirsə, Kəbəni birbaşa görünməyən və onun yanında olmayan başqa uzaq bir məsciddədirsə, o zaman qibləyə tərəf ayaq uzatmasında heç bir problem olmaz. Və həmçinin Şeyx İbn Utheymin, Allah ona rəhmət eləsin, insan yatdığı zaman ayaqlarının qiblə cəhətinə və qiblə yönünə uzadılması haqqında soruşulduğu zaman deyir ki, insanın üzərində bu barədə heç bir çətinlik və maniyə yoxdur. İstəsə ayaqlarını qibləyə tərəf də uzada bilər. Allah daha gözəl bilir.